Tarihi Türkiye'de sizinle. Diğerleri Bakın bəzi məhəllələr var. Demək olar da, demək olar bu günlər biz Azərbaycan yazıçılar əl yazmalar institutudur burada. Əl yazmalar, bəli. Məhəmməd Füzulilər də əl yazmalar institutudur. Məhəmməd Füzulilər da əl yazmalar institutundayıq. Günlər bizim demək olar ki, ilk əsəridir Xəyalə xanımın Bakı şəcərələri və nəsil qolları. Oradan bu şəcərə tarixləridir. Kitabı bax, günləri, yəni onun təqdimatıdır, çapdan çıxır. Mənə də qismət olub ki, gəlib iştirak edeyim. Yəni də yazım mənim üçün burada hədiyyə bu kitabı. Biz də gəldik, iştirak edik. Çox məmnun qaldıq. Çox maraqlı bir tədbir oldu burada. Yəni ki, onarlar da var idi. Əkrəm müəllim burada oradan kitabın elmi redaktorudur. Əkrəm müəllimin zəhməti böyüdür. Və burada xidmət edənlər, zəhmət çəkənlər, Allah hamısı salamat etsin. Əkrəm müəllim, bir neçə gəlmə sənə söz başlamaq istəyirik. Mən orada deyim, doğrudan da o Xəyalə xanımın gördüyü iş, o deyir, o qəvvas deyirlər, dalğıcar olan suya vurur. O böyük bir okeana baş vurub, belə qiymətli mirvariləri çıxardıb, bir düzüb. Amma bu okeanda hələ nə qədər mirvarilər qalıb və ümid edirik ki, Xəyalə xanım bu işi yarımçıq saxlamayacaq, bunun davamı gələcək. Və inşallah tədqiqatları davam etdirəcək və biz də Allah'dan deyil, arzu edək ki, o günləri görək. İnşallah. İnşallah. Özün düşlər cümləliğinə, özünüz iyi burada. Yəni işte bu. Böyüklərim var burada. Allah sizə can sağlığı versin. Hacı, Əkrəm müəllim, Allah sizi böyüklərdən əksik eləməsin. Yəni siz olan yerdə biz əlbəttə ki, necə deyək, işıqlı yol üstündə olacağıq. Çünki böyüklük yollar, böyüklü evlər həmişə bərəkətli olur, ruzlu olur, xoş olur. Allah sizi böyüklükdə əksik eləməsin. Çox sağ olun, zəhmətimiz böyüdür. Sən də sağ ol, biz də sənə təbrik edirik. Əsas zəhmət sənin. Bu ocaqlara Məhəmməd Füzulinin burada adına olan Əl Yazmalar İnstitutudur bura. Bu ocaq özü də bir ab-hava var burada. Yəni ki, doğrudan qismət oldu bizə bu günləri. Bir daha təbrik edirik. Can sağlığı, ailə xoşbəxtliyi, yaradıcılığında uğurlar arzulayırıq. Allah ömür versin. Sağ olun. Söz